Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanar Metiyevin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi eləcə də izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla bugünkü qonağı Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanovdur. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Xoş gününüz olsun, hər vaxtınız xeyir. Şuşada möhtəşəm tədbir keçirilir. Üzeyir Hacıbəyli ilə bağlı ümumiyyətlə silsilə tədbirlər keçirilir. İstəyirdik ki, elə bu istiqamətdə danışaq sizlə. Daha sonra isə digər tədbirləriniz barədə danışarıq. Şuşada vəziyyət necədir? Üzeyir Hacıbəyli orada necə yad edildi? Bilirsiniz, bu il dahi bəstəkarın 140 illiyi idi. Ona görə Mədəniyyət Naziri bunu layiqincə qeyd etməyə cəhd göstərmişdi. Məncə də deyilənə görə alınıb bu bizdə. Çünki biz qarşımızda məqsəd qoyduq ki, onun iki şax əsəri Leyli Məcnun və Koroğlu operası ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı bu il həm açılışı, deməli operaların birinə olsun, həm də bağlanışı elə də oldu. Bilirsiniz ki, möhtəşəm Heydər Əliyev Sarayının səhnəsində, çünki opera teatrı uzun vaxtı təmirdədir, ona görə. Amma onlar demək olar ki, işlərinin tempini səngitmirlər hələ. Yəni qüvvədədir bütün fəaliyyətləri və bu iki operanı biz göstərdik. Amma əlbəttə ki, Üzeyir bəyin özü Qarabağdandır, bilirsiniz ki. Düzdür, Ağcabəddə anadan olub, amma ailəsi Şuşadandır. Ona görə də Şuşa bizim üçün doğrudan da Azərbaycan musiqisinin, milli musiqisinin bir rəmzidir, canlı rəmzidir. Çox heyf ki, biz uzun illər bu niskillə yaşayırdıq ki, biz orada bir fəaliyyət göstərə bilmirik, əl-qol aça bilmirik. Biz musiqiçilər, yəni mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı kimi də biz də məhrum idik bu imkanlardan. Amma indi 5 ildən bəri hər il bilirsiniz ki, bizim şanlı zəfər əldə olunandan sonra elə ilk tədbirlərdən biri orada bizim bəli, prezidentimizin başçılığı altında, onun iştirakı ilə, onun ailəsinin iştirakı ilə elə orada tədbirlər keçilir. Bu ildə istisna olmadı. Əlbəttə ki, və bu çox belə, bilirsiniz, həm bir mənada rəmzi də xarakter daşıyır ki, bizim görkəmli musiqi xadimləri, xalq artisti Polad Bülbüloğlu, xalq artisti Fərxad Bədəlbəyli arxasıca gəncləri də deməli apararaq dedilər ki, biz bu günü, baxmayaraq ki, həmin gün Bakıda Leyli Məcnun operasının premyerası idi. Bax, biz qalmışdıq ki, Mədəniyyət Naziri olaraq ki, kim hara getsin, təsəvvür eləyin ki, axırıncı anacan qərar yox idi. Biz səhər-səhər Üzeyir bəyin məzarına, deməli, Fəxri Xiyabanda o gül dəstələri ilə dayandığımız yerdə cənab nazir birdən mənə dedi ki, siz Şuşada deyilsiniz, tez gedin ora. Təsəvvür edin. Ora gedilməlidir. Yəni bəlkə də bunu belə rəsmi etiraf eləmək düzgündür. Amma ki, biz də oradan da orada olmalıydıq və mən də getdim. Şahidi oldum ki, bax, biz Şuşaya dəfələrlə gedirik. Yəni vəzifə borcumuz olaraq, düzdür, bir Azərbaycanlı kimi hər kəs can atır ora getsin, görsün, amma bizə qismət olur ki, biz indi bu tədbirləri təşkili ilə bağlı ora tez-tez baş çəkirik. Sizə bir misal gətirim ki, məsələn, 23-cü ilin payızında, yox, 24-ün haradasa mart ayı idi. Niyə görə yadıma salıram ki, mən hələ bu vəzifədə müddəti elə az idi ki, mən orada. Deməli, 24-ün mart ayı idi. Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı ilə bağlı tapşırıq mənə verilmişdi deyə. Mən sonra hesabladım ki, 2 həftə ərzində 6 dəfə mən Füzuliyə Bakıdan gedib gəlmişəm. Özdə ki, orada heç gecə qalmağa yerdə. Bir dəfəsini cəmi biz haradasa Horadizdə bilmirəm qalmışıq. Qalanını elə gedib qayıtmışam. Həmin ki, orada Füzulidə o vaxtı heç yeməkxana da yox idi. Yəni hələ özümüz yolda nəsə ac belə. Amma bu bizə çox böyük zövq verirdi. Çünki bu yeniliyi görmək, hər dəfə İnkişafı görmək. O inkişafı vallahi elə dayanmadan da bu elə biz deyək ki, elə təcrübələnməyə davam eləyirik.
maraqlı nədir? Cahangir müəllim, azad olundu və ən böyük festival o Şuşanı simvolizə edən festivallardır. Xara Bülbül, bəli. Xara Bülbül keçirildi və möhtəşəm bir tədbir keçirildi və bu davam edir. Mən deyim sizə ki, bax bu dəfə də mən yenidən təəccübləndim. Çünki Şuşanı biz artıq yalan deyərəm ki, qarış-qarış, amma ki ən azından bu hər dəfə görürük də ki, nə vəziyyətdədir, nə dəyişir. Hər dəfə nə bilim qalmalı olanda yeni bir oteldə qalırıq. Çünki təzələri sıraya gəlir. Bax bu dəfə məsələn bir nömrəli Şuşanın orta məktəbi həmişə acınacaqlı vəziyyətdə idi. O bina şəhərin lap elə ortasında, onun yanına ötəndə adam ürək ağrısı ilə baxırdı ki, bunu axı bunlar necə bu vəziyyətə gətiriblər və belə vəziyyətdə də yaşayıblar bu dağıntıların içində. Amma indi elə bil ki, yenidən qurulan kimi bir müasir bir, bəli və indiyəcən biraz biz bu tədbirləri təşkil edəndə çətinlik çəkirdik. Nəyə görə? Qapalı məkan yox idi də. Bir dəfə mən hətta yadıma gəlir ki, biz icra hakimiyyətinin böyründə bir salondur. Orada çox iri belə çılçıraqlar, çox hətta deyərdim ki, o salona bəlkə uyğun olmuyor, amma istəyiblər ki, möhtəşəm olsun. Yəni iri-iri o şeylər İtaliyadan gətirilmiş çılçıraqlar. Bax orada konsert keçirildi, kamera orkestri. Amma bu dəfə artıq həmişə biz açıq səhnə qurmalı olurduq da, açıq havada səhnə. Bu dəfə mən çox sevindim ki, normal bir konsert salonu kimi məktəbin içində 350 nəfərlik olsa, bəli, bir salondur və orada mən həm məktəbləri gördüm, çox səliqəli giyinmiş, çox belə hiss olunur ki, tərbiyəli uşaqlardır. Özə bilirsiniz, oğlan uşaqları dəcəli olur. Gördüm ki, bunlara görkür düzgün təlimat verilib, oturublar. Sonra baxıram ki, məsələn, musiqi xoşlarına gəlirdi ya, ayaqları ilə o musiqinin ritmi tuturlar. Dedim ki, bu deməli, bax, bu çox vacib iş görülür. Çünki bu uşaqlar, biri də, mən baxırdım, bəziləri əlbəttə indi bütün uşaqlar telefonla gəzir. Bəziləri bir dəqiqəli çəkirdi. Bir oğlan əvvəlinə, axırınacan çəkirdi. Dedim ki, mən əlbəttə onun adını da bilmədim, hansı neçənci sinifdə oxuyur, amma deyirəm ki, bax, belə uşaq varsa ki, bu belə maraqla klassik musiqi konsertini öz telefonuna çəkirsə, bəlkə də o baxacaq və bəlkə də o sonra gələcəkdə özü ya musiqiçi olacaq, ya da çox savadlı, ziyalı bir adam olacaq. Əlbəttə. Bax, belə bir şey. Ağdamda Muğam mərkəzi tikildi və Muğam festivalları orada keçirilir, möhtəşəm tədbirlər keçirilir. Bu istiqamətdə də danışaq, sıra verişik. Yenə də mən belə şəxsi prizmadan hər şeyə baxıram, görürsünüz, mən ümumiyyətlə çalışıram ki, bu belə ümumi kiminsə adsız, simasız bir şey olmasın. Öz təcrübəmdən çıxış eləyək. Deyirəm ki, mən bu xoşbəxtliyi də yaşadım ki, Ağdamda Muğam mərkəzinin açılışında mən də iştirak eləmişdim. Möhtərəm cənab prezident Mehriban xanım da açılışda idi. Bizim bütün demək olar ki, Muğam aləmində sözünü demişdim, deməli, musiqiçilərimiz, xalq artistləri, əməkdar artistlər ya səhnədə idi, ya da qonaq qismində idi. Yəni, bütün Azərbaycan Muğam aləmi demək olar ki, orada təmsil olunmuşdu. Və orada hörmətli İlham Əliyev prezidentimiz dedi ki, bundan sonra Muğam sahəsində mühüm nə tədbir oldusa, bunu bu var da bu. Və biz də onu əlbəttə ki, rəhbər tutaraq növbəti deməli bizim iyun ayı idi. İyun ayında. Mayda açılış oldu. İyunda isə deməli Beynəlxalq Muğam Mərkəzi növbəti 7-ci dəfə keçirilən Muğam müsabiqəsi və festivalı Muğam Aləmi adında gedən 2009-cu ildən bəri bu festival keçirilir və ilk dəfə bizə qismət oldu ki, o festivalın bağlanışını, o bağlanış da nədən ibarətdir? Adətən festival dövrü müsabiqə keçirilir, beynəlxalq müsabiqə və o müsabiqənin nəticələrini biz adətən Bakının hansısa salonlarında, ya Filarmoniyada, Heydər Əliyev mərkəzində keçirirdik. Bu dəfə belə qərar oldu ki, biz bunu Ağdamda keçiririk və hamı yığışdı, hələ laureatların özləri də, publikada hamı yığışdı, getdi ora. Bu Üzeyir Hacıbəylin 18 sentyabr günündə olan tədbirlər haqqında da qısaca məlumat vermək istəyirəm.
orada da bir maraqlı fakt var idi ki, mən məsələn bunu ilk dəfə görürdüm ki, Bakı Musiqi Akademiyasının tələbələrdən ibarət simfonik orkestri, yəni kiçik heyətlər həmişə ölkə üzrə, bu hətta deyim sizə ki, tələbələrin belə borcudur, yəni praktika kimi, konsert praktikası, onları mən özüm də oxumuşam, oranı bitirmişəm, yəni mən yadımdadır ki, biz rayonlara mütləq göndərilirdi orada konsert. Amma tam heyətdə bir simfonik orkestr gedib Qarabağda çıxış eləmək, bir gün ondan bir gün qabaq, deməli, bunlar Xankəndi Universitetində bilirsiniz ki, böyük musiqi bölümü var və o bölümdə Bakıdan bir çox bizim tanınan, yəni hörmətli musiqiçilərimiz, professorlar hətta Bakıda işini qoyub indi bu saat Xankəndidə işləyirlər və hətta mən eşitdiyimə görə mənə belə bir rəqəm dedilər ki, indi məsələn tar bölümündə yeni qəbul Xankəndidə Bakıda Milli Konservatoriyasına qəbul olan uşaqlardan 3 dəfə artıqdır. Hə, təsəvvür edin, hamı can atır ki, indi bu saat Qarabağda o. Musiqinin beşiyində oxusun. Bəli. Və ona görə də bu da çox əlamətdar idi ki, bu gənclərdən ibarət simfonik orkestr ilk dəfə deməli Şuşada çıxış elədi. Çox təşəkkür edirəm sizə, Cahangir müəllim. Var olun, minnətdaram. Həqiqətən də möhtəşəm işlər görürsünüz və şəxsi yanaşmanızla bizim verilişə xüsusi bir rəng qatdınız. Çox sağ olun, minnətdaram. Qeyd etmək lazım ki, Gündəm Qarabağ verilişi bununla da yekunlaşdı. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.